Salam əziz Azərbaycanlılar, hər vaxtınız xeyir olsun. Əsas ixtisaslarımdan biri də İslamşünaslıq olduğu üçün mənə hər vaxtı belə bir sual ünvanlayırlar. Biz vəfat etmişlərimiz üçün Qur'an-ı Kerim oxuya bilərikmi? Gəlin baxaq, alimlər bu suala necə cavab veriblər. Əslində Qur'an-ı Kerim şübhəsiz ki, dirilər üçün göndərilmişdir. Və dirilərin bu Qur'an-ı Kerimi oxuyaraq ondan əldə etdikləri savabları, qazandıkları savabları vəfat edənlərə bağışlaya bilərlərmi? Gəlin baxaq, mötəbər alimlər buna necə cavab vermişlər. Baxaq, məzhəb alimlərindən nümunələr gətirərək onların fikirlərini də sizə çatdıraq. İbn Abidin Rədd-ül Muhtar kitabında buyurur ki, əslində vəfat etmişlərimiz üçün Qur'an-ı Kerim oxuyub onun savabını bağışlamaq müstəhəbbidir və caizdir. Maliki məzhəbində olan alimlər isə İmam Dusuqi Haşiyə kitabında belə buyurur ki, bunun caiz olduğunu bildirir. İmam Nəvavi Əl-Məcmu kitabında İmam Şafiidən rivayət edərək bunun caiz olduğunu bildirir və savab olduğunu bildirir. Öz təlif etdiyi müxtəlif kitablarda, Əzkar kitabında, Məcmu kitabında, Ravdat-ı Talibin kitabında da bunu dəfələrlə qeyd edir. Eyni zamanda Həmbəli məzhəbində olan alimlərə də diqqət yetirəndə baxırıq İbn Qudəmə də eyni zamanda bunun caiz olduğunu bildirir. Hətta İbn Qayyim və İbn Teymiyyədən də rivayətlər gətirir. Bunların dəlili nədir? Yəni bu böyük mötəbər alimlərin dəlili hardan gəlir? Onların əsas dəlili Hz. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən rivayət olunan hədis şərifdir. Hədis şərifdə buyurur ki, İqra'u alə mavtəkum Yasin. Bunu Əhməd bin Həmbəl öz kitabında, Əbu Davud, İbn Məcə, İbn Həbbən, İmam Tabarani, Əl-Hakim və İmam Beyhəqi kimi ən mötəbər hədis alimləri öz kitablarında rivayət etmişlər. Və bir də baxaq, səhabələrin həyatında da çoxlu rivayətlər var ki, səhabələr də onlar vəfat edəndə onlar üçün Qur'an-ı Kerim, Fatihə surəsinin oxunmasını, Bəqərə surəsinin son ayələrini oxunmasını və yaxud Bəqərə surəsinin tam oxunmasını istəmişlər, arzu etmişlər, tələb etmişlər. Və Peyğəmbər s.ə.v-in səhabəli ənsarlardan da rivayət olunur ki, onlar da hər zaman vəfat etmişləri üçün Qur'an-ı Kerim oxumuşlar və tövsiyə etmişlər. Bir də ki, əsas hədəflərindən biri də nədir ki, insanlar arasında ayrı seçkilik salmamaq lazımdır. Mən bugün İndoneziyadan tutmuş Mərakeşə qədər öz tələbə yoldaşlarımdan soruşuram ki, sizin ölkələrinizdə necədir? Mən 22 ildir Misirdə xarici tələbələrə rəhbərlik edirəm. Hal-hazırda da dünyanın 65 ölkəsindən tələbələrimiz var. Dəfələrlə soruşanda hamı yekdilliklə buyurur ki, bizim ölkədə də bizim vəfat edənlərimiz üçün Yasin və Qur'an-ı Kerim xətm edərək onun savabını onlara bağışlayıb dualar edirik. Və əsrlərdən bəri Azərbaycanda da belədir. Heç bir məzhəb fərqi olmadan hamımız öz vəfat etdiklərimiz üçün Qur'an-ı Kerim və Yasin surəsini xüsusən də oxuyub dualar etmişik. Və gəlin ölkəmizin, xalqımızın, ümmətimizin vəhdəti üçün çalışaq. Dinimizdə də fitnə salmaq, iki tirəlik salmaq böyük günahlardan sayılır. Və gəlin vətənimizin vəhdəti üçün çalışaq. Əgər bir müxalif bir fikir olsa da belə, onu gətirib təbliğ etmək insanlar arasında böyük bir fitnə yaradır. Allah vətənimizi, ümmətimizi fitnələrdən qorusun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.